külək əsir. Yağış damcılamağa başlayır. Yağışın gücü artır və birdən ildırım çaxır və tədricən yağış zəifləyir. Bəzən bir dərs prosesi adi izahdan, dərs predmetindən çıxıb uşaqlar üçün yadda qalan bir xatirəyə çevrilir. Bakı şəhəri 74 nömrəli tam orta məktəbdə Azərbaycan dili dərsi bu gün məhz belə keçir. Müəllim mövzunu sadəcə izah etmir, onu canlandıraraq şagirdlərə təqdim edir. Sinif otağında yağış yağır. Külək əsir. İldırım çaxır. Və bir daha ildırım çaxır. Amma bu təbiət hadisəsi yox, dərsin özüdür. Dərslərimizin daha maraqlı olması üçün müxtəlif vasitələrdən istifadə edirik. Yaradıcı tətbiq etmə, təqdimatlar, rollu oyunlar bu uşaqların ən çox sevdiyidir. Yəni oynaya-oynaya, əylənə-əylənə dərs öyrənirik. Çünki zaman artıq bunu tələb edir. Uşaqlarda bir yadda qalan bir dərs olsun, maraqlı olsun deyə həmişə bu üsullardan istifadə edirik. Və onun əsasında biz artıq müəyyən edirik rəsm qabiliyyəti olan uşaqlarımızın, musiqi qabiliyyəti olan uşaqlarımızın. Sonra bəzi uşaqlarımız var ki, kiçik video çarxlar da hazırlayırlar. Yəni müəyyən mövzu ilə bağlı onlar video çarxlar da təqdim edirlər. Və bu onlara çox böyük bir stimul verir. Bugün dərs adi izahla yox, hərəkətlərlə keçirildi. Bəs görəsən şagirdlər bu cür dərsləri necə qarşılayırlar? Bizim dərsimiz hər zaman maraqlı keçir. Məsələn, biz Meşə simfoniyasını keçdik və bu mənim üçün çox maraqlı gəldi. Daha sonra həmin Meşə simfoniyasını canlandırdıq. Bu dərs mənim üçün və yoldaşlarım üçün çox maraqlı oldu. Biz əksəriyyətən belə maraqlı dəqiqələr keçirdirik dərsdə. Biz Azərbaycan dili dərsini həmişə bizdən maraqlı keçir. Mənim hər mövzu xoşuma gəlir. Meşə simfoniyasını keçdik. Müəllimə orada bizə birinci dərs başa saldı. Sonra isə dedi ki, yəni gəlin bunu canlandıraq. Biz isə onu canlandırdıq. Müəllimə bir tərəfdən çəkirdi, bir tərəfdən göstərirdi. Bu isə yəni çox maraqlı idi dərs. Şagirdlərin dərsə olan marağı və fəallığı təkcə müəllimin deyil, mütəxəssislərin də diqqət mərkəzindədir. Belə interaktiv və hərəkətli dərslərin uşaqların psixoloji inkişafına təsiri isə müsbət qiymətləndirilir. Bizim Natəvan müəllimə çox maraqlı dərs keçdi. Bu dərs uşaqlara müsbət emosional və inkişaf etdirici təsir göstərdi. Bu cür metod çox effektiv metoddur. Çünki uşaqlar obrazları daha yaxşı hiss edir, anlayır və yaşayırlar. Dərs isə canlı və yadda qalan olur. Bakı şəhərində külək əsir. Yağış damcılamağa başlayır və yağış yavaş-yavaş güclənir. Bu dərs bir daha göstərdi ki, öyrənmə yalnız kitabdan oxumaq deyil, onu hiss etməkdir. Yaradıcılıqla və sevgi ilə keçirilən dərslər uşaqların yaddaşında iz buraxır. Azərbaycan dilinə marağı daha da artırır. Bakı şəhəri 74 nömrəli tam orta məktəbdə keçirilən bu fərqli dərs sübut edir ki, təhsil canlandıqca uşaqlar daha həvəslə öyrənir.